Bildim indi hansı bürcü soruşacaqsınız. Ekrana yaxın oturun. Dolça var ha, dolça. Dolça bilirsiniz də dünyanın ən sultan bürcüdür, sevgi bürcüdür dolça. Dolçanın həyatında olan insan bir ömür xoşbəxtdir. Niyə? Dolça elə bir ürəyi var ki onların, görürsən ki, nə bilim, istəyir ki sənin üçün hər şey eləsin də, sənə canını versin dolça, sənə həyatını versin dolça, nə bilim, maddiyyatını versin sənə, ürəyini çıxarsın versin sənə. Amma dolça bürcündə olan insanların ən pis xüsusiyyətləri bilirsiniz nədir? Həddindən artıq dürüst və saf olmaqlarıdır. Bir də olsa sənin həyatına girirsə, səni xoşbəxt edəcək. Bir də olsa sənin həyatına qalırsa, səni xoşbəxt edəcək. Dolçada belə bir xarakterika var. Dolça heç vaxt aldatmır. Həqiqətən, yarı yolda qoymur. Amma bəzən o dolça bürcündə olan insanların o sevgidə göz yaşlarını axıdırsınız ha siz. Bilirsiniz nə qədər böyük qarğış sahibi olursunuz. Dolça onların 6-cı hissi elə bir güclüdür də. O dolça sənə elə bir sevgini verir ki, qaqaş, ayrılsan belə o dolçadan ayrı qala bilmirsən. Sahiblənir səni, sən bizə necə sahiblənir? Dəyər verir sənə. Həyatına alırsa xoşbəxt edir səni. Amma bildiyim bir şey var. O dolçanın ki sevgi sənin ürəyə oturur da, bir ömür də olsa sən o sevgidən ayrı qala bilmərsən. Bunu yadında saxla.